Salam, hər vaxtınız xeyirli uğurlu olsun dəyərli izləyicilərimiz. Xoş gördük yeni videomuzda sizləri. Yeni videoda yeni satışa çıxmış bir bağ evini təqdim eləməyə gəlmişik hal-hazırda sizlərə. Ev Mərdəkanda Bravo'nun arxa hissəsində inşa edilib. Əsas yoldan 100 metr məsafədədir. 3.5 sotun içindədir. Bu arada ilk çəkəndə elə bildim şəkil çəkirsiniz. Belə pozda verirdi. Sonra gördüm ki, o videoymuş. İndi isə başlamaq istəyirəm həyətindən. Həyətində geniş avtomobil saxlaya biləcəyiniz yeri və burada isə hovuzunu görürsünüz. Uzunluğu 8, eni 4 metrdir hovuzun. Girişdən sol tərəfdə isə manqalı yerləşir. Həmçinin manqalın ön hissəsində də qəşəng belə bir yaşıllıq salınıb. İndi isə keçmək istəyirəm evin içinə. Bu arada bu hissədə də, yəni mətbəxin önü də teras kimi istifadə edə bilərsiniz. İstəsəniz gələcəkdə cam balkonla bağlaya bilərsiniz. Keçirəm 140 kvadratlıq evin içi ilə sizi tanış etməyə. İndi isə birinci başlamaq istəyirəm qonaq otağından belə bəmbəyaz krem tonlarının qarışığı bir qonaq otağımız var. Döşəmə qranit və isti döşəmədir. Tavanın hündürlüyü isə 3.40-dır. Üzbəyüzdə mətbəx yerləşir. Mətbəxdən birbaşa terasa çıxış mövcuddur. İndi isə burada evin ümumi sanitar qovşağını göstərək. Döşəmə qeyd etdiyim kimi istidir. Və burada birinci yataq otağını göstərək. Yaşıl tonlardan istifadə olunub. Çox qəşəng tonu var bu arada. Və öz sanitar qovşağı ilə bərabərdir bu yataq otağı. Ümumilikdə isə 3 yataq otağı mövcuddur. İkinci yataq otağını da çəkək, göstərək. Burada ikinci yataq otağı və üçüncü yataq otağını da sizlərə təqdim edirik, əziz izləyicilərimiz. Son olaraq qeyd etmək istəyirəm ki, qaz, su, işıq daimidir. Sənədlərimiz qaydasındadır, kubçası da var. Qiyməti isə start olaraq 290 min manatdır. Təbii ki, real alıcılarımıza və daimi müştərilərimizə endirimlərimiz də olacaq. Allah arzusunda olan hər birinizə daha da gözəllərini qismət eləsin inşallah. Sizə də orada yazırsınız, mənə də qismət olsun. İnşallah hər birinizə daha gözəli qismət olsun. Biz də gedək növbəti çəkilişlərimizə amin yazın. Amin orada kommentlərdə görəcəm sizləri. Siz də like etməyi və yorum yazmağı, əsasən də bizi izləməyi unutmayın. Biz də gedək növbəti videolarımızda görüşərik. Hələlik.